Hemangioma uşaqlarda ən çox görülən xoş xəstəlik damar törəməsidir. Hemangioma uşaq doğulduqdan sonra dəridə bir qızarıq ləkə şəklində, dəridən qabarıq bir xal şəklində və yaxud da heç bir problem görsənməyən dəridə daha sonra inkişaf edə bilər. Hemangiomanın əsas müalicəsi dərman müalicəsidir. Burada ana kriteriya xəstəxanaya və cərraha nə zaman müraciət etməkdir. Biz pediatr cərrahlar olaraq hemangiomaların müalicəsini dərman müalicəsi ilə etməmizə baxmayaraq çox nadir hallarda da əməliyyat icra edə bilirik. Hemangiomalı xəstələrin cərraha yönləndirilməsi nə qədər tez olarsa, başlanılmış müalicənin nəticəsi də o qədər effektiv olar. Yeni doğulmuş uşaqlarda daha çox baş boyun bölgəsi olmaqla vücudun hər yerində hemangiomaya rast gələ bilərik. Hemangiomaların əsas sürətli inkişaf periodu uşağın ilk 6 ayı içərisində olur. 6 aydan sonra inkişafında ləngimə, daha sonra isə geriyə sorulma prosesi başlayır. Ancaq biz həkimlər hansı hemangiomanın nə sürətlə inkişaf edəcəyi və hansı sürətlə geriyə sorulacağı ilə bağlı proqnoz verə bilmirik. Bu baxımdan hemangiomalı xəstələri yaxın izləmdə saxlamağımız məsləhətdir. Hemangiomalı xəstəni müalicə qərarı verdikdən sonra bir gün, yəni 24 saat xəstəxanada yatırırıq. Yatırmazdan əvvəl bir qarın ultrasəs müayinəsi və ürəyin ekokardioqrafik müayinəsini keçiririk. Hemangiomalı xəstə anası ilə bərabər 24 saat xəstəxanamızda yatdıqda ona dərmanın müalicəsinin verilmə qaydası öyrədilir və uşağın qan şəkəri, təzyiqi, ürək döyüntüləri monitorizə edilir. Hər hansı bir dərman yan təsiri görülmədikdən sonra 24 saat sonra xəstə evə yazılır və evdə ananın nəzarəti ilə bu dərman uşağa verilir. Uşaq cərrahiyyəsinin tarixində bəzi əməliyyatlar demək olar ki, artıq icra edilmir. Onlardan bir dənəsi də hemangioma əməliyyatlarıdır. Əvvəllər hemangiomalı uşaqlar daha çox əməliyyata məruz qalırdısa, indi yeni nəsil müalicələrlə bu uşaqları əməliyyat olmadan sağalda bilirik. Valideynləri ən çox narahat edən sual, hemangioma bədxassəli şişə çevirə bilərmi? Qeyd etmək istərəm ki, hemangiomaların ən çox ağırlaşması, onun qanaması, böyüməsi və üstünün xora şəklində, yara şəklində olmasıdır. Hemangiomalar bədxassəli şişlərə çevrilməz.